Axşamınız xeyir olsun deyirik. Kompozda işləyən Xatirə xanım yanımız evdə gündə dəstək olundu. Toxunacaqlar, pul yığıldı. Qəsəbənizdən sabahdan yenə canlıda açılacaq, pul yığılacaq. Ancaq biz bugün 50 manat yığdıq produkt üçün. Onlara produkt alınır. İnşallah Allah Məhəmməd edib start verir produkt. Deməli 2 kilo pəsok. Pəsok 2 kilo yox, 1 kilo. 1 kilo pəsok. Pəsok da. Pəsoku götür. Qəm. Geldin. Neredesin? Çörek. Sen gel oradan çörek götür ya 3 tane. 3 tane. Ha, makaron. Kaset, bir kaset yumurta. Yağı götürək burada əlimizdəki. Yağ. Yağı götürdük. Yağ. Aceka. Aceka hardadır? Ana. Bu da aşağıda. Burada. Ha çörek. Bu da. Ha. Bu da. Bu da. Balcasını götür. Ne ona niye açık balcası? Aceka değil bu. Hansınlar? Hansınlar? Bu da bu da aceka. Ha, elə bir şey. Aynen. Kekçik de olur. Adam şu an. Ketçup değil bu. Aynen. Bundan yerler neyse. Acı kabının. Aceka değil bu. Kekçik. Acısı da onun acısı. Ana neyse. Bundan. Ana götür el odur götür. Sen gətir koy. Bu da aceka bu. Cevabı yoktu canlımızdan. Makaron götürdün. Mərci. Bu da Mərci bu da. Mərci. kreskadır bu merzi götür. Yani greçka götürmüyor. Kreska var merzi bu da. Yarım kilogram konfet. Konfet. Konfet var da bu da. Salam elə nədir 4 man əldə gətirir. Götür bunu ya. Konfet. Konfet götürdük. Konfet. Litri yağ götürük. Az bir şitil götürəcək. Hava dəyişmir. Tüccar. Bunun bir Tüccarını da koyduk. Deməli 5 kilo kartol çəkdik. Yığırsan anladın? Ha, kartol yığılır. Keçək özə görə sonra nəyimiz qaldı? Nəyimiz qaldı? Bura bax. Kartol, kaset yumurta. Yumurta anı? Bir kaset yumurta. Asfijit. Anı var. Asfijit bu diyor. Ha, bu da. Bunu götür. Asfijit. Çöreği gətirib. Bak, şükür. 73. Mantur. Gəldik kassanın qabağına, hesablansın, inşallah məbləğ deyilsin, görək nə qədərdir. Allah Məhəmməd deyələ. Akşam hesabla bilən canı yiyin. Bax, hal-hazırda 5 kilo kartofumuzdur. Akşin həqiqi yaxşı qardaşdır, özü də hörmət edir. Yığılır ha. Akşamı koy. 50 manat canlıdan pul yığmışıq evə produkt almaq üçün. İnşallah görək nə yığılır. 50 manatlı produkt almalıyıq. Güzel hesablayacağım. Bir yere yığırım. Boşa koyma yığırım. 37 manat 10 qəpik. İndi yenə də qalanına da nəsə alacaq. 13 manatımız qalır. Salam 46-50. 46. Almaz zaten. Ha yumurta da gətir bir kaset. Bax 52 manat 50 qəpik elədi. 2 manat 50 qəpiyin Allah akşinə can sağlığı versin, götürmədi. Akşinin Allah ruzisinə bərəkət versin. 50 manat pul yığmışdıq, 52 manat 50 qəpiklik pul elədi. Akşin Allah ruzi və bərəkət versin qardaşı. Var olasın, öpürəm səni. Akşın həmişə
Xeyirxah işlərlə məşğuldur. Allah işini kömək olsun. Seyidlərə həmişə nəzir verib, həmişə amma səndən razıyıq Akşin. Bax, bu Allah günə sənin köməyin olsun. 50 manat- Kasıbların dayağı da Akşin. Həmişə onu Mənə 50 manatlıq produkt alınacaqdı ha. 2 manat 50 qəpik belə qaldı, çıxdı onu ha. Allah kömək olsun. Allah razı olsun. Həmişə hörmət edib. Allah razı olsun. Var Sən olsun. də kömək. Aksini çox sağ ol deyirəm. Allah canını sağ eləsin. Allah ürəyinə görə versin. Dəyərli izləyicilər, bir daha nəzərinizə çatdırırıq. Dediyimiz kimi 50 manat produkt pulu yığdıqca, yəni bu ailə o produktdan da əziyyət çəkməsin. Xalqım, gözəl xalqım, ürəyivə qurban, mərd xalqım. Həqiqətən reallıq odur ki, real insanların yanında olub, real işlərlə məşğul olub. Bu gün Allahın xatir edən insanların yanında olalım. Allah'a xatir görülən işlərə real şahid olub. Bizimki çəkiliş vasitəsindən də heç kimi aldatmırıq, Çəkə heç götür. kimi də fırlatmırıq. Biz olduğu kimi yığıb veririk. Götürəcəm. Deməli, bir kaseti yumurta hal-hazırda 50 manata bax, maşallah, cücəsinə kimi, şoruna kimi, pendirinə kimi, şirniyyatına kimi, kartofuna kimi. Yox, çökmə yerə, çörəyinə kimi. Hər bir şey, hər bir şey. Yəni, çox güzel, hər bir şey alındı, halal xoşu olsun. Halal xoşu olsun deyəndə mən kiməm ki, halal eləyəm. Bunu cəmaat 1 manat, 10 manat, 5 manat atdı, Allah canların sayırsın. Bir daha təşəkkürümü bildirirəm. Sabahdan yenə start veririk. Bu evin, belə deyək, bərpası üçün, remontu üçün Allahın köməyi ilə iş gedəcək və bizim bu kolxozda işləyən ana bala hər ikisi öz evinə, öz yurdunda olacaq. Bugün isə hal-hazırda bu evi kimlər bunlara veribsə Allah canını sağ eləsin, təmənnasız verib, var olsun deyirik, həqiqətən də. Çünki onlar var olsun ki, bugün Allah'a xatir iş görür. Natiq, sən də çox sağ ol, bugün əziyyətin çox oldu, bugün bütün günü, biz hələ evə getməmişik, bugün bütün günü burada olmuşuq. Yəni Allah'a xatir görülən iş, Allah sənə mükafatını verir. Bir daha çox sağ olun, hər zaman yanımızda olun, gecəz xeyrə qalsın, var olasın.